Məfdən. Bu günəki səviyyədə rəsm haqqında məndən soruşduğunuz sualları cavablayaraq həm də biraz rəsm haqqında danışacağıq. Bu videonun part 1-ni mən bu il çəkirəm, yəni 2025-də. Gələn il, yəni imtahanı verdikdən sonra 2027-də isə, yəni universitet imtahanı verdikdən sonra qəbul olsam və nəticələri sizə bölsəm, yəni part 2-ni də universitetin ilk günü kimi seçməyi düşünürəm. Yəni rəsm necə davam edir deyə. Nəysə, ona çox danışmadan suallarımıza keçək. Rəsm həvəsi necə başladı? Mənim rəsm həvəsim uşaqlıqdan başlayıb əslində. Yəni sadəcə olaraq mən rəsmə getmirdim. Yəni uşaqlıqda başlayan bir həvəs idi və sadəcə hobbi kimi görürdüm. Mən 10 yaşıma qədər rəsmi sadəcə bir hobbi kimi görürdüm. 10 yaşıma gəldikdən sonra isə artıq rəsm sanki necə, yəni yoldaşım kimi olmuşdu. Yəni nə eləsəm, məsələn, adi küsəndə deyilərdin, küsəndə rəsm çəkirdim. Sevinəndə rəsm çəkirdim, düşünəndə rəsm çəkirdim. Rəsm hər şeyim olmuşdu. Sonradan anamla atam mənim belə marağım olduğunu gördülər. Dedilər ki, sən indi hər şey özün hazırlaş. 9-un imtahanından sonra da səni rəsmə qoyarıq. Yəni mən demək olar ki, 14 yaşıma qədər rəsmi özüm eləmişəm. Yəni özüm çəkmişəm, öz fantaziyalarımla ya da Pinterestdən tapmışam. Hətta 2020-də, 2018-2019-da bura qoyacağam. Belə şəkil videolar çıxırdı. Bacımla yarış eləyirdik ki, hansımız daha qəşəng çəkəcəyik o şəkli. Yəni mənim rəsm marağım o vaxtdan başlayıbdı. İkinci sualımızı elə cavablamaq istəyirəm. İkinci sualımızda ilk seçdiyim rəsm nə idi? İlk seçdiyim rəsmi böyük ehtimal tapıb göstərə bilməyəcəm, amma yəqin ki, böyük ehtimal qaralama olubdu. Qaraladıqdan sonra böyük ehtimalda rəngli karandaşlar keçmişəm. Yəni ona görə ilk seçdiyim şəkli göstərə bilmərəm, amma ən son seçdiyim şəkli göstərəcəm sizə birazdan. Ümumiyyətlə rəsmə, indiyə qədər rəsmə seçdiyim bütün şəkillərin hamısını gətirmişəm ki, burada sizə göstərim. İndi başlayaq. Əminizin mənim papqam videolarımda gördüyünüz bir dənə papqam var. İndi sizə onu göstərəcəm. Hər dəfə soruşurlar ki, yorumlara yazırlar ki, sən o papqada nələr çəkirsən göstər bizə. Bu rəngli karandaşlarla ya da necə deyim, hobbi kimi çəkdiyim rəsmlərdir. Yəni müəllim yanına gedərək çəkdiyim şəkillər deyil. Bunları öz fantaziyalarımla ya da Pinterestdən tapıb çəkmişəm. İndi başlayaq birinci səhifədəki rəsmdən baxaq. Birinci rəsm budur. Yəni bundan əslində çox da əziyyətli, zəhmətli bir şey deyildi. Bu cüyə suyun altında balıqlardı. Gölün altında balıqlardı. Bilmirəm, Pinterestdə görmüşdüm bu şəkli. Sonra belə bir qız şəkli var burada. Bundan çoxunu hobbi olaraq çəkmişəm və bunların bəlkə çoxunu illər əvvəl çəkmişəm. Burada Van Gogh'un əsərini çəkməyə çalışmışam, amma heç alınmayıbdı. Baxın, məsələn, bu mənim öz tasarımımdır. Bunu heç yerdən götürməmişəm. Bunu özüm belə, məsələn, görmüşəm, amma sizdə, məsələn, köynəyi ayrı yerdə görmüşəm, üstünü, altını ayrı yerdə elə birləşdirib çəkmişəm. Sonra, məsələn, bu var. Burada elə belə davam edir, balıqlardır. Sonra belə klokun içində uşaqdır. Sonra belə şəkillər çox sevirdim. Hər dəftərimin rəsmində, məsələn, riyaziyyat 2007-ci sinifdə riyaziyyat dəftərimin vərəqinə bu şəkli çəkmişdim. Üstünə də riyaziyyat yazmışdım. Çox kreativ düşüncələrim var. Sonra sanki yeni illi və pəncərədən belə şəkil çəkmişəm. Burada dəniz heyvanlar falan var. Burada burundu, belə şeylər var. Bunlar rəsm məşğələsinə getməzdən əvvəl çəkmişəm bu arada hamısını. Bir ara belə qızlar çox dəvdə idi. Harca deyim sizə ki, 2017-2018 vaxtları idi. Bu qızlar çox, hətta imzam belə o qədər köhnədir. Yəni burada imzam, indi bu imzanı işlətmirəm bu dəqiqə. Ekran biraz titrəyə bilər, çünki üstünə qoymuşam hər şeyi. Ağırlıq bir tərəfə çökübdür yəni. Sonra bu Rapunzel'in logosudur. Sonra bu var bir dəqiqə. Bu çox qəşəng, baxın. Sonra bu hansısa neçənci sinifin isə dərsi olmalıdır. Bilmirəm, ya 6 ya 7 ya 8 hansınsa dərsi olmalıdır. Sonra bu multfilmi məncə bilərsiniz. Bu da hansısa dərs olmalıdır. Neçənci sinifin isə bilmirəm. Bu da hansısa bir dərsdir. Fransız küçələrdir. Belə. Bu da əslində mənim üçün qeyri-adi bir şeylər deyil. Bunlar asansiyalir. Bu evimizin sertojudur bu arada. Baxın, belə göstərim. Bunu da mən seçmişdim. O vaxt sertoj ustası, evin sertojunu seçən var idi. Biz bu evi köçməzdən əvvəl, bundan 2 il əvvəl. Onun sertojuna baxaraq seçmişdim. Yəni öz düşüncəmlə evi yuxarıdan görüşünü seçməmişdim. Sonra
Baxın, bunlar hamısı belə qabların içində olan şəkillərdir. Bunu bir dənə sinif yoldaşım ad günümə hədiyyə olaraq seçmişdi mən arxadan. Sonra bu var. Baxın, bu çox qəşəngdir. Sonra qalanlar da belə boşlu gözdür. Sonra bunu hansısa vlogumda çəkmişdim. Bu var belə. Yəni burada qutarda qalanlar hamısı da boş səhifələrdir, belə şeylər, şəffaf kağızlardır. Yəni burada ən çox belə deyim, sizə rəngli karandaşlarla çəkdiyim ya da hobbi olaraq çəkdiyim şəkillərdir. İndi isə keçək əsas məşğələdə olarkən çəkdiyim şəkillərə. Gələn suallardan biri də rəsmə hara getdiyimdir. Rəsmə mən Humay müəllimənin yanına gedirəm. TikTok səhifəsini buraya buraxıram. Bəlkə istəyəniniz və maraqlananınız var. Mən bilən Humay müəllimənin həm Bakıda filialı var, sahil tərəfdədir. Həm də ki Sumqayıt filialı var. Sumqayıtda da dərslər keçir, amma Sumqayıt ünvanını deməyəcəm. Soruşan olsa, əgər istəyən olsa maraqlana bilər. İndi isə keçək rəsmdə çəkdiklərimə, amma əmin çəkdiklərimi göstərim. Sonra lavazımatlar, nələr lazımdır, nə almaq lazımdır, ilk dərsdə nə keçilir, nə üçün ən çox fiqurlar çəkirəm. Ən çox gələn sual odur ki, niyə az fiqur çəkirsən? İndi başlayaq əminci rəsmlərimi göstərmək üçün. Bu qədər rəsm çəkmişəm indiyə qədər və rəsmə neçə ayda gedirəm? Mən deyim də sizə iyul, avqust, sentyabr və oktyabr 4 ay olacaq ya da 3 aydır, bilmirəm tam dəqiq, amma 3 ay ya da 4 ay olmalıdır. İndi başlayaq, göstərim sizə nələr çəkmişəm. İlk çəkdiyim şəkili göstərmək istəyirəm rəsmə gedərkən. Onlar A4 formatında işlənir, ilk şəkillər. Biraz titrəmə oldu, üzr istəyirəm. İlk şəkillər A4-də işlənir, amma əminliklə dərs göstərəcəm. Bəlkə qeydlər var burada, qeydləri götürmək istəyənlər də olar, bunları göstərəcəm. Bu ilk dərsimizdir. Baxın, belə qeydlər aparılıb. Belə qoyun, bəlkə götürən istəyən olar. Bu ilk dərsimizdir. Burada müəllimə izahlar eləyirdi. Məsələn, A1-də nə işlənir, A2-də, A3-də, A4-də hamısını müəllimə izah eləyirdi. Sonra boş kağızdır belə. Sonra keçdiyim belə fiqurların quruluşunu müəllimə çəkirdi nümunə olaraq. Bu da boş kağızdır belə. Hə, bu ilk çəkdiyim şəkillərdir. Yəni bu ilk dəfə belə xırda işləyir. Məsələn, birini müəllimə nümunə olaraq göstərdi, birini mən işləyirdim. Birini müəllimə, birini mən belə işləyirdik. Yəni bu da belə idi. Sonra ilk çəkdiyim A4 formatında olan fiqur budur. Ümumiyyətlə ilk çəkdiyim fiqur da budur, kürədir. Belə kürəni işləmişəm. Məncə ilk dəfəyə baxanda yaxşıdır. İndi daha yaxşıdır, amma belə deyən, əlcəyi istifadə etməyi də heç sevmirəm. Çünki əlcəyi daha çox yaydığını düşünürəm. O yəni kağızı belə qoyub çəkməyi daha çox sevirəm. Sonra ikinci çəkdiyim şəkil budur. Belə kub. Fiqur budur. Qalan hamısı isə A3 formatı sayılır da bunlar. A3 formatını işləmişəm. Çəkdi biraz. Mən görsən eləyim ki. Ən son çəkdiyim şəkil budur. Bir dəqiqə. Görsən eləyir, hə. Ən son çəkdiyim şəkil budur. Yayma eləmişəm və ləkə buraxmışam. Baxın, ləkələrə baxın burada. Görürsünüz. Burada ləkələr buraxmışam. Və ləkə buraxdığı şəkil heç vaxt qəşəng olmur. Müəllimim düzdür deyir ki, əsli oxşuyub, amma heç şey burada biraz yayma eləmişəm. Sonra ondan əvvəl çəkdiyim şəkilə baxaq. Bu nədir? Yox, ondan əvvəl çəkməmişəm. Bu şəkildən sonra çəkdiyim, yəni əvvəl çəkdiyim şəkildə budur. Belə kürə və bir də nə üçün ən çox fiqur işləyirik, onu da sizə danışa deyim. Biz nə üçün ən çox fiqur işləyirik? Çünki birinci fiqurların hər cürünü işləməliyik. Kubu məsələn tək işlədik, kubu üst-üstə işləməliyik. Kubu kürəni ayrı işləyəcək, sonra kubudan kürəni işləməliyik. Üstbuzaq işlədik, üstbuzaq kürə kub işləməliyik. Sonra yəni ayrı-ayrı işlədikdən sonra ümumi hamısını bir yerə işləməliyik. Yəni bu da bu şəkildən sonra əvvəl çəkdiyim şəkildir. Sonra bir dənə bu fiqur, belə bir fiqurlu işləmə var. Çox fiqurlu olsa, ən çox sizə göstərəcəm belə nələr işləmək lazımdır. Yəni burada əslində burada bilirsin nə qədər ştrixlər var, belə yaxından göstərəndə bilinər. Bəlkə yəni çox fiqur ştrixlər atmaq lazımdır. Ümumiyyətlə əl yatdısa, o əli ayıltmaq mənim deyir çox çətindir. Ona görə nə qədər ev tapşırığı olsa, nə qədər ştrix atsız, o qədər yaxşıdır. İndi keçək başqa şəkil göstərək. Sonra bir dənə işlədiyim fiqur var belə. Bunu çox sevirəm. Mənim ən sevdiyim şəkilim budur. Çünki həqiqətən çox əsli oxşuyub da. Hətta bunun bu burası var. Bu çox qəşəng olub. Yəni parçanı çox gözəl işləyirmişəm. Məncə bu çox qəşəng olubdu belə. Bir dənə belə şəklimiz var. Bunu göstərdiyimi deyəsən. Göstərdim. Bunu göstərdiyimi saymayaq. Sonra bir dənə belə bir təkli fiqurumuz var. Konusdur bu. Bunu YouTube'da paylaşmışdım əslində mən deyəsən.
shorts olaraq çəkəndə müəllimə mən arxadan çəkmişdi belə. Yenə belə bu altı buzaqlı yaxından göstərim. Əslində fışdıq çox deyil. Yaxından baxsaq nə qədər fışdıq atmış olarsınız. Sadəcə olaraq fışdıqları arasına məsafə qoymayanda elə bir sanki rəngləmə vermiş kimi, yaymış kimi görsənir. Ləkə buraxanda isə sanki şəkil heç qəşəng görsənmədi. Yayma olanda şəkil heç qəşəng görsənmir. Düzdür. Bəlkə o deyirlər qulaq çöpünə falan bəzi yerləri yaymaq lazımdır, parçanı falan tonlama vermək üçün də. Amma məsələn imtahanda siz yayma eləsəz ya da necə deyim, yerləşdirməni səhv eləsəz, o çox böyük bal kəsirlər mənim deyirdi. Yəni ən çoxu yerləşdirmədən bal kəsirlər. Sonra bir dənə belə fiqurum var. Sonra bir dənə belə fiqurum. Bu şəkil yadımdan çıxdı. Bu nə üçün olmuş inci gördüm. Belə. Və ona da deyim ki, mən gələn dəfə ki, yəni bu dəqiqə əlimin altında əlimdə bir işim var. Yəni necə işim var? Rəsmdə mən son şəklimi seçirəm, şəkil olaraq. Məsələn, artıq canlı şəkillər, canlı fiqurlar keçəcəm. Yəni canlı fiqurda nədir? Məsələn, əvvəllər şəkilyə baxıb çəkirdim. Məsələn, müəllimə sənə kağız verdi, o kağıza baxa-baxa çəkirdin. Artıq mənim canlı, məsələn, orada olan fiqurlar var. Qoyacağam fiqurların şəklini bura. Məsələn, müəllimə bu tipi yerləşdirəcək, mən bunu baxıb canlı olaraq çəkəcəm. Yəni rəsm maraqlı olanlar bu videoya baxanda tutacaq artıq nə demək istədim. Yəni canlıya keçirəm. Və sonuncu şəklimiz də budur belə. Bu çox ağır görsənir, amma burada da yəni dediyim kimi nə qədər fışdıqlar var. Bir çox vəcdə. Və rəsmdə çəkdiyim rəsmlər elə bu qədərdir. Gələn dəfə bitirəcəyim şəklini də bura qoyuram. Yəni bunu bitirdikdən sonra artıq canlı fiqurlara keçirəm. İnşallah canlı fiqurda da işlədikcə paylaşmağa çalışacağam. Sizlərlə bölüşəcəm ki, siz də görün necə canlı fiqurlar necə çəkilir. İndi isə keçək rəsmdən nələr lazım olur adlı bir sualımız vardı. O sualı cavablayayım. Rəsmdə hansı karandaşdan istifadə etdiyimi çox soruşursunuz. Mən rəsmdə ən başda mənə müəlliməm setlər tapşırmış ki, içində bütün karandaşlar olsun. Onun üçün set halında bir karandaş almışdım. Belə bir dəst almışdım. Bunu pioner tərəfdə palitra vardı. Oradan almışdım. Amma bu dəqiqə palitra bağlanıbdır, deyəsən şey tərəfdədir. Bir dənə məktəb var, məktəblə üzbəyiz. Məktəbin nömrəsini tam bilmirəm. Müəllimimdən soruşub tapsam əgər bura qeyd edərəm. Bu karandaş setin içində mən sizə deyim də, belə arxasında görsənir. Baxın, bu karandaşlar vardı. Amma 2 dənə 2B, 2 dənə də 4B vardı. Amma mən 2 dənə 2B-nin ikisini qutardığım üçün təzə karandaşlar almaq məcburiyyətində qaldım. Onları da ayrıca aldım. Və 2 dənə Faber-Castell almışdım. Belə. Bu dəqiqə bunun ikisi də qutarıbdı. Belə, ikisi bu qədər qalıbdı. Bunların ucuna rezak vasitəsi eləyirlər. Amma belə rezaklar olmasın da, uzun rezaklar falan olur. Əsl rezak, orijinal rezaklar olur. Atalarınız falan nəyisə kəsəndə ya da ustalar nəyisə kəsəndə istifadə edir. Baxın, o tiplərdə rezaklar olsa daha yaxşı olar. Bir də pilka lazımdır. Pilka ilə də bunun uzunu belə mən almamışam. Məşğələdə qızlar istifadə edəndə görmüşəm də. Pilkalar olur belə, bura şəkil qoyacağam. Əsl iki tərəfli 180 bir də neçə sayılır bilmirəm də. Onunla bunun üstünü belə karandaşa itiləyəndə daha çox qəşəng olur. Və təzə aldığım karandaş var 2B. Faber-Castell baxın belə. Bu karandaş da çox qəşəngdir. Odaqlayır görən. Bu karandaşı təzə almışam. Heç siftəsini siniflaşım eləyibdir. Bunlar belə üçü yəni qəşəng karandaşı çox xoşum gəlir. Heyif çox təəssüf ki, bunun içindəki 2B-dən əsər əlamət qalmayıb. Harda olduğu haqqında heç bir məlumatım yoxdur. Ona görə bunun içindəki setin içindəkilərdən birini göstərəcəm. Baxın, belə olurdular, Faber-Castell oxşur. Amma bunlar başqa markadır da, yəni belə. Baxın, belə set aldım. Bu setin qiymətini mən sizə deyim, heç almışdım. Onun 3.50 almışdım. Onu tam yadıma qalır ki, əslində 10.50 deyildi. Mağaza bağlanırdı deyənə əmin demişdi ki, 10.50-yə götürün. Biz də 10.50-yə götürdük. Baxın, belə set halındadır. Buradakılar qəhvəyi və tünd qəhvəyi, bu ağ, bu üçü kömür karandaşlardır. Baxın, belə uzun kömür var. Tam təbii qalın qara kömür. Biraz toz kimi, biraz ondan da boza çalan. Qalanlar da ki, nömrəli karandaşlardır. Neçəyə qədər var? 12B-yə kimi var. Karandaşların ilk çox qəşəngdir bu arada. Yəni ən sevdiyim biz məşğələyə gedəndə içərdən orada karandaş gəlir. Bunlar belə qutardı. Sonra belə ağ pozanım var, amma bilirsin bunun necədir? Belə karandaş kimidir. Bundan məsələn kürənin hansısa bir yerinə lazım olur. Dibə girmək olmur, axı silmək üçün. Onunla belə istifadə edərək silirsiniz. Məsələn şəkil üstündə göstərmək sizə.
Mesela görürsünüz, buralara böyük pozana pozsaq, bu xəttin bu tərəfdə pozulacaq, bu tərəfdə pozulacaq. Onca bununla belə incə istifadə edilə belə edirik. Sonra təzə kəşf elədiyim yol, əslində bundan mənim məşğədə hissəsi çıxdı və bunun altını tapa bilmədim. Bir türlü şey aparım Nurayı göstərim. Nuray deyir ki, mən düzəldirə bilirəm. O da ki, tapa bilmədim. Maalesef Nuray onca qalıb getdim tədəsini aldım. Bunu 1.20-yə aldım. Amma əvvəl mən biləm bu 3 manat falan olurdu. Bilmirəm, yəni mən təzə almışam. Baxın, bu bilsin necədir. Məsələn, belə karandaşlarımız qalır, balaca. Bununla belə seçəndə adam narahat edir. Bunun burasını belə açırsınız. Bu karandaşı belə içinə qoyursunuz. Belə sıxırsınız. Və karandaşınız belə böyük karandaş olur və qışlıq atanda falan istifadə etməyə kömək olur. Və bu rəngini gördüm aldım. Məsələn, çəhrayısı vardı, ağı vardı, bozu vardı, qarası vardı, tünköyü vardı. Hər rəngi vardı. Siz bu biraz zərli kimi idi. Bu daha çox ürəyimə yatdı və bunu aldım. Bunu təzə almışam. Açılışını eləmişəm, hətta qoyaram sizin üçün araya. Plastin pozan Faber-Castelli istifadə edirəm. Bu bitdi. Mən gedib təzəsini aldım. Yenə boz rəngi aldım. Yəni bu ilk aldığım deyil. İlk aldığım çürüdü. Bu ikinci almağımdır. Başqa rəngini tapa bilmədiyim üçün elə ən yaxşısı bozdur. Biraz kirli görsənir, amma yəni indi bu rəng daha çox ürəyimə yatır da indi. Göy rəng istədiyim tüm göy. O da tapa bilmədim. Sonra pozan olaraq da ağ pozan Faber-Castelli belə pozanı var. Bunu Sumqayıtda yaşayanlar bəlkə bilər. Eurosportun altındakı məktəbli almışam. Hətta bu karandaşı, bu üçünü Eurosportun altından almışam. Sonra belə iynələr var. Bunları taxtaya, 70-in 50-yi olan taxta planşetə kağızları, vatmanları yapışdırmaq üçün istifadə edirik belə. Bunlar belə iynəlidir. Sonra bir də bu var. Baxın, bu bilsiz nə üçündür? Belə qısqaslar. İndi sizə göstərim. Bizim belə sketchbook'umuz, mənimə məşğələni artıq 3 ay keçib də, yəni mənim də sizə artıq ev tapşırıqları verəcəm. Ona görə də ev tapşırıqları üçün belə sketchbook almışdım. Bu sketchbook'un içində də işlədiyim şəkilləri göstərim hətta sizə. Bunu var. Bu var. Bunlar belə çox asandır əslində. Bu var. Burada belə keks və belə ördək var. Ördək məndə çox şirin oldu. Bir də son işlədiyim bu var. Belə pendirə oxşayan üçbucaq. Bir də silindir işləməliyəm, amma yarımçıq qaldı ev tapşırığım. Hə, indi bunu nə üçün istifadə edirdim, siz ona dedəkdim. Vərəqlər sürüşməsin və məsələn yana sağa sola getməsin deyə. Baxın belə. Görürsünüz, onun üçün istifadə edirəm. Yəni belə sketchbook'umda belə idi. Bu bitəndən sonra bunun içində incələmə çəkərəm məncə. Sonra bu çantaya gəlirik. Məndən ən çox soruşan, məşğəli qızlar belə soruşur ki, bu səncə rahat yoxsa yox? Mən bunu almayacaqdım əslində. Atam sadəcə olaraq rəsmə ilk alışverişi eləyəndə, palitraya gedəndə oradakı əmi o qədər təriflədi. Dedi, ay içinə karandaşı atıb çıxacaq, ay nə bilim nə. Bu ancaq mən sizə deyim, yağışlı havalarda sərf eləyir. Yağışlı hava deyilsə əgər, havada yağış yoxdursa, siz bunu vallahi heç yerə aparmayasınız, deyilmir. Çünki bunun içində sadəcə kağızı yerləşir və karandaş setin aparanda heç vaxt, yəni bilirsiniz, gərək karandaş keçməsə sketchbook'unuz bunun içində yerləşmir. Görürsünüz, bu necə yerləşəcək? Ev tapşırıqları müəllimə necə göstərəsiniz? Karandaş setin yerləşmir, o necə qoyasın? Bunun içində necə girəcək? Ancaq ən yaxşısı elə çantavıl olsun. Bu düzdür, universitet tələbələri üçün məncə çox əlverişlidir, universitet işləyənlər üçün ya da rəssam olmağı cool və havalı görənlər üçün də çiyinlərini atıb gedəndə. Yəni belənizdə nə zərəri var, evdə olsun, lazım olanda götürəsiniz. Bunun boyu da uzanır bu arada. Bir dəqiqə baxın. Şu an uzun deyəsən. Hə, bir də uzandı. Bir təzən belə edirsiniz, balacalaşır. Yəni sadəcə rəsm məşğələmin ilk günündə atam deyir ki, məncə lazımlı bir şeydir, alaq. Mən də dedim ki, yaxşı alaq ata. O da ki, getdim. Demək olar bunu mən sizə deyim ki, retki bəlkə saysaz 3 dəfə aparmışam. Halbuki rəsmə 3 ayda gedirəm, 4 ayda gedirəm. İndi gəlirik kağız material məsələsinə. Məndən ən çox soruşan suallardan biri də kağız olaraq nə istifadə edirsiniz? Adi vatman mı? Batman yoxsa vatman? Vina ya da bina olmalıdır. Yəni adi A4 kağızı istifadə edirsiniz material. Yəni mən elə düşünürdüm. Mən elə düşünürdüm. Sən demə adi kağız istifadə eləmirmişik. Rəsmin də öz kağızı ayrıdır. İndi sizə göstərəcəm. Kağızın adı qozanka kağızıdır.
kağızın üstünü günəşə işığı tutanda üstündə belə yazı var. İndi gedib əgər tuta bilsəm, orada sizə bazama dedim, çəksin görüm arxadan düşürsə göstərəcəm. Üstündə rusca vatman qozanka kağızı yazılıbdı. Kağız mən rəsmə ilk başlayanda 10 ədəd almışdım. Bunun neçəsi qalıbdı, mən sizə deyim. 6 dənəsi qalıbdı. 4 dənə qozankanı istifadə eləmişəm. Bunların materialı biraz qəribədir. Bilsin necədir? Qalındır. Sanki kağızları üst-üstə yapışdırıblar. İndi bacımı çağırım, gedim günəşdə görürüm, tutanda bunun üstündəki qozanka yazısı görsənir ya. Baxın, günəşə belə tutanda bunun üstündə qozanka yazısı olur. Belə üç tərəfdə, bir bu tərəfində, bir burasında, bir burasında. Yəni bu orijinal qozanka olduğunu göstərir. Və karandaş yontandan istifadə edirsəm, misalını zat deyim. Karandaş yontan belə dəmir yontanı var, bundan istifadə edirəm. Çox etmirəm, ən çox rezakla yonturam, yəni daha çox müəlliməm yontur. Yəni rəsm haqqında olan suallarınız məncə bu qədərdir. Mən cavablamaq çalışdım hamısını. Mən moda dizaynı üzrə hazırlaşıram. 5-ci qrupa hazırlaşıram. Məşğələyə normalda 3 fəndən getməliyəm, amma mən 4 fəndən getməliyəm, amma mən 3 fəndən gedirəm. Riyaziyyatı saxlamışam, 2-ci yarım ildən başlayacağam. Başqa sual. Hansı universitetə hazırlaşdığım haqqında hələ heç bir fikrim yoxdur. Yəni Allah inşallah hansı olur olsun, əsas Bakı və universitetə qəbul olun. Bakıya, yəni universitetə qəbul olun. Magistraturanı çox böyük danışmaq istəmirəm, amma başqa ölkədə oxumaq istəyirəm. Yəni İtaliyadır, Almaniyadır, belə ölkələrdə oxumaq istəyirəm. Magistraturanı yəni oxumaq fikrindəyəm. İnşallah oxuyacağam. Yəni belə moda dizaynının Azərbaycanı inkişaf etmədiyini deyən insanlara deyirəm, olsun, etməsin. Mən yenə də uşaqlıq xəyalım moda dizaynı üzrədir və elə də davam edəcəm. Nə qədər inkişaf etməsə də, nə qədər olsa da, mənim ən böyük xəyalım olduğu üçün işləyəcəm. Mənə yorumlarda oxumuşdum, anan və atan necə icazə verir rəsmə. Sənin əgər nəyə həvəsin varsa, valideynin sənin arxanda durmalı ki, qızım, ya da oğlum, bunu işlə, bunun üçün, bu sənin istəyin nədirsə ona ver. O bəzən olur, məsələn, uşaqları güclə məşğələ qoyurlar ki, sən oxumalısan, sən riyaziyyatı bilməlisən, sən ana dilini bilməlisən. İnsanın içində o həvəs olmayandan sonra siz insana istəsə heç bir şey elə. Məcburiyyətlə heç bir şey olmur ümumiyyətlə. Çoxdan olar bəlkə də bilməm hansı bir risk qabağıma çıxmışdı Instagramda. Deyirdi ki, nə idi? Məsələn, ədəbiyyatı yaxşı bilən bir uşaq, bir də ana dillə zəifdir. Uşağı ana dillə məşğələ qoyur ki, qoy uşağın ana dillə zəifdir, getsin ana dilinin üstünə qalxsın. Amma uşağı əgər ana dilinə zəifdirsə, o ana dilinə gedib maksimum nə qədər qaldıra bilər ki. Amma ədəbiyyatı yaxşıdır, sən onu ədəbiyyata qoysun, o uşaq şair də ola bilər. Bu məntiqlə düşünəndə həqiqətən indi düzdür, burada durub çox böyük danışmaq istəmirəm, amma kimin nəyə həvəsi var, məncə onunla davam eləməlidir. Ona görə yenə deyirəm, nəyə həvəsiniz, nəyə marağınız, nəyə qabiliyyətiniz, nəyə istəyiniz varsa onun arxasında gedin. Valideynlər sizin yerinizə işləməyəcək. Məncə belə desəm daha yaxşı olar. Ona görə hər birinizi çox öpürəm. Özünüzdən müğayət olun. Başqa video və vloglarımda görüşmək üzrə. Öpdüm, bay bay.